İlham Əliyev xalalarına, haqçıqlara və dayılarına, dığalara yanacağı bugün göndərdi. Desəm yalan olar. Bugün rəsmi xəbər çıxır, amma yanacaq çoxdan gedir. Çoxdan gedir. Heç Azərbaycan yanacaq dayanmayıb. Hər zaman gedirdi. Bunu gömrük işçilər də bilir. Bunu Ermənistana dönən yer, Ermənistanla Gürcüstanın sərhəd yolunda yaşayan bütün Azərbaycanlılar görür və videolarda var. Mənə də atılar, mən də vermişdim efirə. Hər zaman İlham Əliyev yanacağı sudan ucuz ermənilərə veribdi. Hə, bugün rəsmiyyətə mindi. Və İlham Əliyev hakimiyyətdə olduğu vaxtdan, ta Heydər Əliyev gələndən Ermənistan yanacağı Azərbaycandan təmin edir. Gedin bir baxın, görün Ermənistan yanacağı hardan alır? Türkiyədən? Yox. Gürcüstandan? Yox. Hardan alır erməni yanacağı? Biraz İrandan alır. Qalanı da bizdən alırdı. İrandan və Azərbaycandan alırdı. Rusiyadan almır demək olar ki. Cüzi faiz. Gedər Sokarın maşınlarını İrəvanda göstərmişik sizə. Yadınızdan çıxıbdı? Hələ şəhidlərin qanı qurumuyubdu. Hələ qazilərin yarasına ağrısı kəsilməyə dərmanlar verilməyibdi. Hələ itkin düşən yüzlərlə adamın cəsədi tapılmayıbdı. Baxın, Cırığın necə sevinərək Azərbaycan efirlərində ermənilərə yanacaq göndərdik. Ermənilər bizim yanacağı istədilər. Ermənilər bizdən yanacaq aldılar. Ura! İlham eşidib Xan kəndinə də gəlsəydilər sorulardı. Necə sevinirlər. Bu şəhidlərimizin, ailələrinin, qazilərimizin, onları doğan anaların ürəyinə əli vəli dağı çəkmək deyil, bəs nədir? İlham Əliyev arvadını Paşinyanla bir yerə soxmağa, qızını Paşinyanın oğlunla bir yerə soxmağa, Makronun qabağında Paşinyanın boynunu yalamağa, bu qədər dombalmağa erməninin qabağında qanındı, soyundu, kökündü, hər nəyindi. Bu qədər razıydınsa və bu savaş nəyə lazım idi? Bu kasıb balalarını niyə qırdırdın? Yalandan deyil 3000 nəfərdir. 9700 nəfəri 44 gündə niyə qırdırdın? Ha? İlham Əliyev. Bir də məmurun balası qırıldı mı? Niyə sənin o balan gedib orada savaşmadı? İlham Əliyev. Niyə sənin baban Taşşaq Qırxan Əlirza, babası 1-ci Qarabağ savaşından fərari, dezerti, atası 2-ci Dünya müharibəsindən dezerti, özü 1-ci Qarabağ savaşından dezerti, oğlu 2-ci Qarabağ savaşından dezerti, mənim isə nəslim, köküm, sülaləm, hamısı qəhrəman, şəhid, qazidir. İçim mən qarşı. İndi mən qeyri-milli olmuşam. Bu Şamyanın, piyan olub Şamyan öz bacısıyla yatdı. Heydəri doğdu Şamyanın bacısı, satanik. Stepanakert adını ona görə verdilər. Stepan Şamyandan törəyən bu Bic Heydərin, nə bilim ya, Narlı Alaverdiyanın oğlu bu, İlham Əliyev. Milli oldu, biz qeyri-milli oldu. Ha? Aya bunun doğan ananın, bunun əkən kişinin kəlləsinə nə deyim mənə? Aya buna baxın, aya jurnalistin sevincinə baxın, aya. Aya bu elə-belə ilə danışmır. Ha? Bunu danışdıran var. Buna komanda gəlib sevincək deməsə, sanki halkımız sevinir. Ha, buna bax, aya. Gülşən, vah, hala, hurra. Gülşən, xeyir olsun. Ekskluziv görüntüler izleyiciler dikkatine çaktırırım ve Qatar Altın Bileceli Demiryol Stansiyası'ndadır. Azerbaycan Ermənistan arasında süt gündəliğine uygun olarak bugün sırf dekabrın 18'inde Azerbaycanla Ermənistan arasında neft məhsullarının ixracına başlanılır. Oynayın ha, İlham Əliyev, oynayın ha. Qatar getdi, oynayın. Oynayın ha, qızınıza sizin erməni şeyləsin. Oynayın ha, İlham oynayın ha. İlham oynayın. Belə deyin, arada bir belə deyin, belə. Oynayın. Pus sənin prezident üzünə tüpürür. Pus sənin vitse-prezident üzünə tüpürür. Qardaşlar, mən də sülh istəyirəm. Bax, göyərçini oxşayıram, özdə beyaz göyərçinə. Amma belə sülh haqlara qalsın ki, sən yanacağımızı erməniyə pulsuz verəcəksən. Belə sülh haqlara qalsın ki, sən erməni açılımı, öpüş kampaniyası eləyəcəksən. Belə sülh haqlara qalsın ki, 9000-dən çox baxmayaraq ki, 3000 deyirsiniz. 9000-dən çox şəhid verdiyimiz torpaqları xalqa verməyəcəksən. Sülh yaxşı şeydir. Həm sizdə, həm bizdə. Nətər Azərbaycan xalqının rızqını, Azərbaycan xalqının sərvətini erməniyə daşıyırlar. Nətər bunu sevinç kimi bizə soxuşdururlar. Axı bizim yüzlərlə hələ şəhidlərimizin nəşi tapılmayıb. Bütün Azərbaycan ərzaqı Ermənistana, Azərbaycandan 3 dəfə ucuz Ermənistanda satılır. Axı bir tərəfdən də savaş hazırlığı gedir axı. Kanalların bir hissəsi Zəngəzur savaşı ola bilər, nə ola bilər, bu yanacağı nəyə göndərirsiniz? Erməninin tankına mı göndərirsiniz? Yaxşı üstümüzə gəl. Qatarla Ermənistana yanacaq göndərir, bu Allah heç xeyir verməsin. Göndərmək olar, Ermənistanla sərhəd açıla bilər, biz sülhün, əlaqələrin əleyhinə deyilik. Amma İlham Əliyevdən tort yeməkdənsə, pox yemək ondan yaxşıdır. Özdə it poxu yemək. Ot yeyən heyvanın poxu elə iyi vermir o qədər də. Amma ət yeyən heyvanın, quşun poxu çox pis iyi verir. Bax, İlham Əliyevdən tort yeməkdənsə, ət yeyən canlıların poxunu yemək ondan yaxşıdır. Dekabrın 18-də Avropa Parlamenti Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı yeni qətnamə qəbul edibdir. Qətnamədə Azərbaycanda elmi təhqiqatçılar Bəhruz Səmədov və İqbal Əbilovun həbsi və məhkum olunması qətiyyətlə pislənilir. Sənəddə vurğulanır ki, 2025-ci il əvvəldən ölkədə siyasi motivlərdə həbs olunanların sayı 400 nəfərə çatıb. Həbs olunanlar arasında jurnalistlər, akademiklər və insan hüquqları müdafiəçiləri var. Qətnamədə həmçinin Xalq Cəbhəsinin sədri Əli Kərim də dekabrın 1-də dövlət çevşi tamamilə həbs olunduğunu da qeyd edilibdir. Avropa Parlamenti Azərbaycanda hökumətin bütün siyasi məhbusları, baxın ha, Əli Kərimliyə aid deyilər tək. 5-6 nəfərin adını çəkiblər. Biri də Əli Kərimlidir. Avropa Parlamenti Assambleyası bütün siyasi məhbusların dərhal azad edilməsini dedi.
Zaten bir neçə dəfə belə qətnamə verilib, təkindi yox. Avropa Parlamenti Azərbaycan hökumətinin bütün siyasi məhbusları azad etməyə, ədalətli məhkəmə prosesini təmin etməyə və təzyiqləri dayandırmağa çağırır. Eyni zamanda Əli Kərimlinin həbsinə etiraz və burada digərlərə etiraz ifadə edilir. Onun dərhal azad olunması da tələb olunur. Başqa siyasi məhbuslar kimi. Avropa Parlamenti, Avropa İttifaqı qlobal insan hüquqları sanksiya rejimi çərçivəsində məsul vəzifəli şəxslərə qarşı tədbirlərin nəzərdən keçirilməsini təklif edir. Sənəddə vurulan ki, Azərbaycanla gələcək tərəfdaşlıq sazişləri insan hüquqları, hüququn aliliyi və siyasi məhbusların azad edilməsi sayəsində real irəliləyişdən asılı olmalıdır. Azərbaycanla gələcək əlaqələr. Qətnamədə həmçinin Azərbaycanda sərhədlərdən kənarda insan hüquqlarının pozulması, xüsusilə Avropa İttifaqında hədəfli qətl planları və üzv dövlətlərin daxili işlərinə müdaxilə, destabilizasiya kampaniyaları tənqid olunur. Yəni Avropada bizlərə hücum, vurulma, ölənlər də var zaten. Qətnamə səsverməyə qoyulub. Qətnamə 553 Avropa parlamentarinin, parlament üzvünün iştirak edibdir. Baxın ha, əsas məsələ buradır. 477'si, baxın 553 parlamentarinin 477'si lehinə, yəni İlham Əliyev dərhal bütün siyasi məhbusları azad eləməlidir. 7'si əleyhinə, qalanları da səs verməyib. İlham Əliyevin lehinə, xeyrinə 7 nəfər o göt verən səs verib ha. 7 nəfər kimdir? Haranın deputatlarıdır bilirsinizmi? Deyimi haranın deputatlarıdır? İlhamın lehinə, İlhama tərəf səs verən. İlhama tərəf səs verən Avropa Parlament Asambleyasında olan göt verən deputatlar Gürcüstan və Slovakiya deputatlarıdır. Səs vermədə iştirak etməyənlər Serbiya, Macaristan, Albaniya, Bolqaristan deputatlarıdır. Yenə iştirak eləməyib də, bu yenə normal, iştirak eləməyib. Amma Gürcüstan və Slovakiyanın ağzına alan deputatları İlhamın lehinə səs verir. Bildinizmi? İndi sabah o deputatları rakum qayırmayacağım, afserki sokmayacağım onlara. Ha? Bizim yadımızdan heç nə çıxmaz.